Salam dostlar, gəlin sizlərlə birlikdə bir paraphrasing tapşırığına baxaq. Altından xətt çəkilmiş cümləni öz sözlərimizdə ifadə etməyimizi istəyir. Fans of the Beatles screamed and cried at their concerts. Gördüyünüz kimi tapşırıqda mübtədanı olduğu kimi saxlayıb, bizdən isə xəbəri və yer zərfliyini yazmağımızı tələb edir. İndi gəlin baxaq ki, screamed and cried sözünü biz hansı feillə əvəz edə bilərik? Dostlar, screamed and cried o deməkdir ki, qışqırdılar və ağladılar konsertdə, yəni həyəcanlandılar, coşdular mənasında. Bu iki feili biz nə ilə əvəz edə bilərik? Go bananas ifadəsi var, hansı ki qızışmaq, həyəcanlanmaq mənasında işlənir. Concert sözünü isə performance sözü ilə əvəz eləmək olar, göstəri, show deməkdir. At sözünün əvəzinə isə during işlədəsi konsertdə, konsert müddətində. Beləliklə də mənanı olduğu kimi saxlamaq şərti ilə cümləni tamamilə dəyişmiş olduq. Fans of the Beatles went bananas during their performance.